Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bugün sizinlə 11 may tarixində Araz Servis Mərkəzində keçirilən sınavın riyaziyyat suallarına baxırıq. 7-ci sinif riyaziyyat sualı. Uşaqlar, deyir ki, 21-ci sualda deyir ki, -18-dən 17-yə qədər bütün tam ədədlərin cəmini tapın. Tam ədəd deyilsə müsbət mənfiləri və sıfırı da götürürük. Yaxşı, -18-ni götürmürük, 17-ni götürürük. -17, sonra müsbət -16-nı götürürük. Çünki bizə tam ədəd deyil. Müsbət -15, müsbət -14, müsbət -13, müsbət -12 və s. müsbət -1. Yaxşı, bu arada çoxuna gedir və 0. Baxın, deyir ki, bunların cəmini tapın. Burada görürsəm, bir müsbət, bir mənfi üçün. Bir müsbət, bir mənfiyyə 0 verir. Bunlar getdi. Belə hamısı gedir. Bax, bunlar getdi. 7 nə qaldı? -17. Deməli, düzgün variantın 17. Cəmin getdiyinə görə 17-ni yazırıq. İkinci suala baxırıq. İkinci sualda 22-ci sualda deyir ki, 36 x kubu y üstü 6. Uşaqlar deyir, bunun əmsal dərəcəsindən neçə dəfə böyükdür. Əmsalı 36-dır. Dərəcəsi isə bilədinin dərəcəsində deyirik ki, toplayırıq. 3-ün üzərinə 6 gəlirik. 9. 36 9-dan 4 dəfə böyükdür. D variantı. Sonra bizə deyir ki, uzunluğu 36 cm olan AB parçası. Uzunluğu A, B. Ortada bir dənə C yerləşir. C nöqtəsi var. Bunun uzunluğu 36. Uşaqlar, AB-ni hardan alırıq biz? AB-ni biz AC üstəgələrək BC-dən alırıq da. Onda yazarıq ki, AC-nin üzərinə BC gəlirik. Bərabərdir 36-ya. Mənə də deyir ki, AC-dən BC-yi çıxıb, alıb 4. Uşaqlar, bunu sistemtənlik kimi həll edirik. Yaxşı, alt-alta çıxırıq, mənə verir, deyəcəm, toplayaq. Toplasaq, bura olur 2AC, toplasaq, bir müsbət, bir mənfi gedir, bərabərdir, toplasaq 40. AC də bərabərdir, AC də bərabərdir 20-yə. Məndən 20 AC-yi soruşduğuna görə 20-yi götürürəm. Yaxşı, növbəti 24-cü suala baxaq. 24-cü sualda isə yazıb ki, 0,32. 0,32 necə yazırıq? %32. Kiçikdir. 2, kiçikdir. Uşaqlar, bu necə yazırdıq? Mötərizənin içində neçə dənə ədəd varsa, o qədər 9 yazırıq. Qarşısında neçə dənə ədəd varsa, rəqəm varsa, neçə rəqəm varsa, o qədər 0 yazırıq. 90. Sonra nə idi? Bu 3 ilə 5-i yanaş yazırdıq. Yəni olurdu 35. Çıxırdıq bu qarşıdakı 3-ü. Bu da mənə verirdi 32. Yaxşı. 90-da 32 etdik. 90-da 32. Fikir versiniz, sürətləri eynidir. Məxrəcləri fərqlidir. Sürəti eyni olan kəsirlərdə məxrəci böyük olan kəsir böyük, kiçik olan kəsir kiçik olur. Biz nə edəcəyik? 100 ilə 90 arasındakı ədədi tapacağıq buradan. Baxın, bunların hamısını 2 variantlara baxırıq. 1, 2, 8, 8. Bunların hər birini 32-yə gətirə bilərik. Necə? Baxın. Burada cavab C variantıdır. Yəni, elə bunun üzərində baxaq. 23-dən 8. 23-də 8-i biz sürətini 32-yə gətiririk. 4-ə vururam, bunu da 4-ə vururam. Sürət edər 32, məxrəc edər 92. 92, bəli. Deməli, nə idi? 92, bu kəsir 92. 90-dan kiçikdir, 100-dən böyükdür. Yəni, necə? Kəsir xətti ilə yazdıqda, kəsirlə yazdıqda sürətləri bərabər olan kəsirlərdə məxrəci böyük olan böyük, kiçik, məxrəci böyük olan kiçik, kiçik olan böyük olur.
Ona görə də düzgün variantımız C variantı olur. Növbəti 25-ci suala baxaq. 25-ci sualda aşağıda çox həddən standart şəkil gətirin. Yaxşı. Oxşarları islah edirik. Baxın. Oxşarları islah edirik. Baxın. A üstü 4, A üstü 4. 2, 3. Mənə verir 5. 5, A üstündə 4. Sonra A kvadratı, A kvadrat. Biri mənfi, biri müsbət. 4A'dan 4A kvadratdan 3A kvadratdan çıxarır A kvadrat. Üzərinə gəlsin A kvadratı. Sonra kublar var. Kuba baxırıq. Mənfi 2A kubu olduğu kimi yazırıq. 2A kubu. Sonra bunun biri müsbət, biri mənfi gedir. Sonra qalır mənfi 2, mənfi 5. O da bizə verir mənfi 7. Düzgün variant A variantı olur. Yaxşı, bu belə. Aha. Sonra 26-cı suala baxırıq. Deyir ki, belə misallarda həmişə nə edirik? Deyir ki, bu tənliyin kökü mənfi 1. Kökü mənfi 1 desə, harada x görür, yenə mənfi 1 yazırıq. Yazırıq mənfi 1 yazsaq, bura olur mənfi 4A sıx 1 bərabərdir. Mənfi 6A sıx 2 x-in yerinə mənfi 1 yazırıq. Sıx 3. Yaxşı. Bunu yazırıq. Mənfi 4A. Geniş izah edəcəm, başa düşək. Bu müsbətdə keçir, bura mənfi olur. Mənfidə keçir, müsbət olur. 6A sıx 1 bərabərdir mənfi 5-ə. Bunu da buradan tapsaq. 4A'dan mənfi 4A'nın üzərinə 6A gəlsə, edək 2A bərabərdir. Mənfi 5-dən üzərinə 1-in gəlsək, mənfi 4. A da bərabərdir mənfi 2-yə. Mənfi 2 də bizim, deməli, mənfi 2 də bizim C variantımız olur. Sonra 27-ci suala baxırıq. 27-ci sualda da uşaqlar deməli, nə edirik? 27-ci sualda da, baxın, sürətə baxın, yuxarı. Sürət bilmir. Yuxarıda deməli, baxın, neyini etdik? Bunların hər birini 2-yə bölə bilərəm. 2-yə bölsəm, 2 dəqiqə. 2-yə bölsəm, alaram 2x, üzərinə gəlsin. Aha. Bölsəm yazaram, hər tərəfini 2-yə bölsək, burada olar 2x, üzərinə, gəlin mənfi 2-yə bölək. Mənfi 2-yə bölək. Mənfi 2-yə bölsək, qalır mənfi 2x. Sıx y bərabərdir mənfi 4. Sonra aşağında olduğu kimi yazıram. 8x üzərinə gəl. Y bərabərdir 16. Bunları sistem tənlikdir. Toplasam. Burada alaram 6x. Bunlar bir müsbət, biri mənfi olduğuna görə gedir. Çıxsam 12. X-in bərabərdir 2-yə. X 2-dirsə, gətiririk burada yerinə yazırıq. X 2-dirsə, buradan yazarıq 8, 4x-də x-in yerinə 2 yazırıq, olur 8, üzərinə gəlsin 2y bərabərdir 8-ə, 2y bərabərdir 0-a, 8-in 8-ini çıxırıq, y bərabərdir 0. Bizdən y-i soruşur, düzgün variantımız A variantı olur. 27-ci sualda. Sonra 28-ci suala baxırıq. 28. 28-ə buradan baxaq. Məsələdir. Sonra D borusu boş hovuzu 8 saata doldurur. B borusu isə B borusu isə 12 saata boşaldır. Biri doldurur, biri boşaldır. Yaxşı. Baxın. Bu necə eləyirik? Deməli bunu toplayıb 1-ə bərabər edəcəyik. Yaxşı.
Biri 8, biri 12. 8'də x-in üzərinə 12'də birini gəlirik. 12'də x-ini bərabərdir 1-ə. Buradan ortaq vuruq alırıq 24. 24'ü 8'ə bölsək 3. Üzərinə gəlsin 3x yəni. İndi x-i burada yazacağım. 2. Burada da yazırıq 2. Bərabərdir 1-ə. Bu elədi 24'də. Bir dəqiqə bağışlayın. Çıxacaqdım bunu. Üzr istəyirəm. Bunu çıxacağım. Aha. Burada çıxmır. Çünki biri doldurur, biri boşaldır. Yaxşı. Burada etdim 24'də 1x. O da bərabərdir 21'ə. Buradakı 1'ə. Yaxşı. Buradan x'i də tapıram 24. Neçə sırada doldurar? 24 A variantı. Yaxşı. 3'ün medianı və ədədi ortanı tapın deyir. Yaxşı. Burada baxırıq. Deməli nə deyir? Bu ədədlər üçün median. Median nə idi? Ədədləri ardıcıl düzülür. Burada deyirsən ardıcıldır. Ardıcıldırsa onda bunu belə yazıram. Medianda deyir ki, ədədləri artan sıra ilə düzürük. Artan sıra ilə düzürük. 10 ilə 29, 15 ilə 28, 20 ilə 24. Ortadaşlar nə edirdik? 20 üzərinə gəlsin 24 bölünsün 2. Bərabərdir. Bu da mənə verər. Neçə? 44. 44'ü 2'ye bölürük 22. Yaxşı. Medianım 22'dir. Bəs ədəd ortam neçədir? Ədəd ortamda deyirdik, toplayırdıq, bölürdük sayına. Sizin üçün kalkulatordan istifadə eləyək tez. Yaxşı, 10 üzərinə gəlsin 15, üzərinə gəlsin 20. Üzərinə gəlsin 10, üzərinə gəl 15, üzərinə gəl 20, 24, 28, 29. Yaxşı, bunu aldıq 126. 126'nı 2'ye böləndə, 126'nı 6'ya böləndə 21 edir. Yaxşı, ədəd ortamda 21'dir. Mediandan 22'dən 21'ini çıxsam, 1 alaram, B variantı. Növbəti 30-cu sualı bax. 30-cu sualı deməli modulda x veribdir bizə. Biz deyirik ki, həmişə moduldan müsbət çıxır. Modulda x kiçikdir 4-dən. Bunun ən böyük, ən kiçik qiyməti -3 edər. Çünki moduldan biri üçün müsbət çıxır. Ən böyük qiyməti isə müsbət 3. Bu ikisinin hasili mənə -9 verir, B variantı. İki düz xətt kəsişlikdə alınan bucaqlardan biri digərinin 25%-nə bərabərdir. Uşaqlar, biri x isə o birisi %25'dir. Biri x'dir, o birisi 0, %25x'dir. O da mənə verir 180 cəmi. 1 tam %25, x bərabərdir 180'ə. X'in bərabərdir, kəsir xəttinə yazıram 1 tam %25, yuxarıda da 180. Uşaqlar, biz siz neyinirik? Deməli, bölgüdən sonra 2 ədəd varsa bunu da 100'ə vururam. Bunu da 100'ə vururam, yəni yanına 2-0 yazıram. Bunu 100'ə vursam, yaxşı, bunu belə yazacağım. 18 vuraq 1000'ə. Yaxşı ixtisar etmək üçün, asan ixtisar etmək üçün 1000'ə. Bunu da yazacağım 125. Yaxşı, 125 ilə 1000 ixtisar edir. Bir dəfə, 8 dəfə. 18'i 8'ə vururam 144. Yaxşı, 144. Sonra deyək ki, bu bucaqlardan kiçiyini tapın. 144'ün 0'dan %25'ini də tapa bilərsiniz. 180'dən məncə daha asan da ola bilər. 180'dən 144'ün çıxsaq 36 alarıq C variantı. Deyək ki, K-nın hansı qiymətində bu funksiyanın qrafiki 2-7 nöqtəsindən keçir. Uşaqlar, biz bilirik ki, birinci gələn 2, birinci yerdə duran 2, ikinci yerdə duran isə bizim Y-imizin qiymətidir. Onda necə yazırıq? Baxın, yazırıq ki, Y-in qiyməti 7'dir. Yazırıq ki, 7 bərabərdir. X-in də qiyməti 2'dir. 2K üstə gəl 3. 2K bərabərdir. 7'dən 3'ün çıxırıq 4. K da bərabər 4'ü 2'ye bölürük 2. K-nın da hansı qiymətini? 2 qiymətində B variantı.
33-cü sualda deməli müxtəsər bulma düsturudur. Müxtəsər bulma düsturunda deməli nə edirik? Birinciyə baxırıq. 4 nəyin kvadratı 2-nin x kvadrat nəyin kvadratı x-in. Yaxşı. Bu burada mənfi olduğuna görə bura mənfi yazırıq. 9 nəyin kvadratı 3-ün. 2x çıxar 3-ün mötərizə kvadratı D variantı olur cavabımız. Növbəti 34-cü suala baxaq. 34-cü sualda deyir ki, bir ədlinin dərəcəsi ən böyükdür. Bir ədlidə. Dərəcələrin hər birini toplaya bilirik. Bunun dərəcəsi 10-dur. 10-dur. Bunun dərəcəsi 10-dur. 8-dir. 9-un üzərində 2 gəlirəm. 11. Ən böyükü D variantı. Növbəti 35-ci sual. 35-ci sualda da yaxşı, bizə bir dənə ABC bucağı verib. ABC bucağında deyir ki, CD təm böləndir. A, B, C. CD təm böləndir. Yaxşı, bura bir dənə təm bölən çəksəm D. A, C, D. ACD 30-dur. Uşaqlar, bilirik ki, təm bölən bucağı 2-yə bölür. Təm bölür da, yarıya bölür. Bura 30-sa, ACB, obşu buranı soruşursa, 30-u 2-yə vururuq, alırıq 60 A variantı. Növbəti 36-cı suala baxaq. 36-cı sualda deyir ki, 2 natural ədədinin hasili naturaldır. Hasilləri bəli, məsələn, 2-ni vururuq 3-ə. Natural ədəddir. 2 tam ədədin fərqi tamdır, bəli. 2 tam ədədin fərqi tamdır, bəli. Tutaq ki, deyirik ki, 3 çıx 2 bərabərdir 1 və yaxud da bunun mənfisini də yazsaq, mənfi demir ki, tam ədəd onsuz da, mənfi ədədlər onsuz da tamdır. 2 rasional ədədin cəmi rasionaldır, bəli. 2 natural ədədin nisbəti naturaldır. Xeyr, natural deyil. Məsələn, deyirəm ki, 6 bölünsün 5. Bu niyə natural ədəd olur? 1,2-dir. Bu niyə natural ədəd deyil ki? D variantı. Növbəti 37-ci sualda da yenə x-in qiymətini veribdir bizə, ifadə verib, bunu tapırıq. Harada x görürsə, yenə 3 qoyuruq. 3-ü 3-ə vururuq, 9 çıx. Mötərizədə 4, üzərinə gəl. 2-ni 3-ə vururuq, 6, 6-dan 1-ini çıxırıq, 5. Burada mənə 9 verir, 9-dan 9-un çıxırıq, 0. C variantı. 38-ci sualdan. Uşaqlar, n-in hansı natural qiymətində bu kəsiri düzgün kəsirdir. Baxın, sadə yolunu deyim. Burada yerinə ədəd qoymaqdansa, yazmaqdansa, nə edirik? Düzgün kəsir sürəti məxrəcindən kiçik olanlardır. Sürətimiz 2n üzərinə gəlsin 1 çıx 7. Bərabərsi buna bərabər kimi baxır. Edib yazırıq 2n çıx 7-dən 1-in çıxırıq 6. N də kiçikdir, 6-nı 2-yə bölürük 3. 3-dən kiçik ədədlər. Natural dediyinə görə 1 və 2 A variantı. Növbəti 39-cu suala baxırıq. 39-cu sualda yaxşı, motorlu qayıq 75. Motorlu qayıq 75 km məsafəni çayın axını ilə 3 saata, çayın axınına qarşı 5 saata gətirir. Baxın, bunu belə yazacaq. Deməli, 75-i vururuq. Və üstə gələk S. Yaxşı, bərabərdir. Bu 3-ə bərabər imiş. Sonra buradan V üzərinə gəlsin S-i tapırıq. Neçə? 75-i 3-ə bölürük, alırıq 25. Yaxşı, bu ağlımızda qalsın bir yerdə. Axına qarşı dediyinə görə çıxırıq. V çıxılsın S. Burada 75 deyəcək. 75 vuraq. Bərabərdir 5-ə. Buradan da V çıxılsın S-dən alırıq ki, 75-i 5-ə bölürük, 15 alırıq. 15. Yaxşı. Sonra nə edirik? Bu ikisini toplayırıq, cəmləyirik. 6-6 sistem şəklində yaza bilərik. V üzərinə gəlsin S bərabərdir 25. Yaxşı, bunları toplasaq 2V bərabərdir. Belə yazın.
Yaxşı, bunları topladıq deməli. 24 ne yazdım? 25 yazacaqdım. 25. Toplasaq bizə verəcək 40. V də bərabərdir 20-yə. Yaxşı, V 20 tapdıq. Sonra gətiririk, bax, burada yenə yazırıq. V-im 20-dirsə, onda S-imdə 5-dir. Belə deyil. S-im 5-dir. Sonra mənə nə deyir? Deyir ki, sonra nə edirik? V-dən çıxırıq S-ini. V-im 20-dirsə, V-im 20-dir. S-imdə 5-dir. 20-dən 5-ini çıxırıq. Alırıq 15 A variantı. Növbəti 40-cı suala da baxaq, sonuncu suala. Uşaqlar, nə vaxtsa deyir ki, kəsirin mənası yoxdur. Kəsirin mənası o vaxt olmaz ki, məxrəc 0-a bərabər olsun. Yəni yazaq 2A üzərinə gəl 5 bərabər deyil 0. 2A bərabər deyilsə mənfi 5-ə, A bərabər deyil mənfi 2.5. D variantı.